Yeni ildən əmək pensiyaları ilə yanaşı vətəndaşların pensiya kapitalları da artırılacaq. Bu artım illik inflyasiya göstəricilərinə uyğun aparılır. Bəs növbəti il üçün rəqəm bəllidirmi? Pensiyalar və pensiya kapitallarımız nə qədər artacaq? İzləyirik. Gələn ildən vətəndaşların fərdi pensiya kapitalı yenidən hesablanacaq. Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə pensiya kapitalı hər il istehlak qiymətləri indeksinə uyğun olaraq artırılacaq. 6% artırsa, tutaq ki, 40 min pensiya kapitalı varsa, bu eləyir 2400 manat pensiya kapitalının üzərinə əlavə vəsait gəlir ki, bu da gələcəkdə pensiyanın artmasına, yəni vətəndaşın pensiya yaşı çatanda pensiya kapitalının daha da çox olmasına və pensiyanın daha artımla əldə almasına gətirib çıxardacaq. Tam dəqiq artımın nə qədər olacağı ilin sonunda müəyyənləşəcək. İqtisadçı Eldəniz Əmirov isə artımın bir qədər çox olacağını düşünür. Maraqlıdır, bu göstəricilər nəyə əsasən müəyyən olunur? Orta illik inflyasiya göstəricilərinə deməli nəzərən aparılır. 2026-cı il üçün 2025-ci ildə orta aylıq əmək haqqının artım faizinə uyğun olaraq pensiyaların həcmində artım baş verir. Bu da təxminən növbəti ildə 7-9-10% ətrafında formalaşması gözlənilir. İndeksləşmə qiymət indeksinin artımına uyğun şəkildə həyata keçirilir. Bu proses şəffaf bir prosesdir. Çünki buna bir əlavə nəzarətin həyata keçirilməsinə ehtiyac yoxdur. Çünki hər bir vətəndaşın pensiya kapitalı vahid yığım hesabında yığılır və həmin yığım da ilin sonunda, yəni yeni il başlananda indeksləşdirilir. Elektron resurslar vasitəsilə həmin faiz dərəcəsi tətbiq olunur və faiz dərəcəsinə görə də kapitallar artır. Növbəti ildən vətəndaşların pensiya kapitalının indeksləşdirilməsi onların sosial təminatının gücləndirilməsinə yönələn addım olacaq. Artım faizi ilin sonunda rəsmi şəkildə açıqlanacaq və hər bir vətəndaş öz fərdi hesabındakı bu dəyişiklikləri izləyə biləcək.